Görürəm ki, sizin hamınız gəncsiniz, yəqin yəni ailəsiniz. Arzum budur ki, sizin hamınızın boyunu görək, boyunuza gələk hamınızın. Dəvət eləməyə olmasın, əlbəttə. Eləməsək də özümüz gələk. Savaşçılarının hızına görsəm, çəkilişlər. Evi bağlayışlar. 99% mən tanıyır. 99% ilə arar. Allah'ım. Diyecek ki doktor, bayenli. Görün alemdi. Dağdıcı alem. Ayağı siz de olan yerini tanıyın. Yılmaz Bey, görün mü? Kullarda paltarda şikayet edildi. Açın deyil ki. Başka rayonlardan ayrı olmaz. Orada 9 Oktyabr ayında patlara geçirildi. Oktyabr ayında da getirdim onlar. Millet patlar aydı. Oradaki lemali sıraya vursun da. Getirdim zaten gördüm. Valideynlerim var, özüm ailem. Ayın 25'inden sonra hisse kömək edəcəm gedəcəm. Bir, ikidir. Ayın 25'ine kadar burada olmak lazım. Buyurun. Müddetin atılması nasıldır? Bütün özellikler. Yeməyi necədir əskərlərin uşaqlar? Böyle gizləməyək də, anlatmayaq. Nə bişirmişsiniz bu axşama? Ətlə bir yerdə. Bu elə bir vəziyyət olurmu ki, məsələn yeməyiniz olmuyor, ondan sonra çətinlik çəkəsiniz. Birləşsin, xalq ayılsın, özünə qayıtsın. Özünüz görürsünüz ki, bu keçmiş Sovet rejimi vaxtında artıq necə deyim, artıq elə bir vəziyyət yaranmışdı ki, hətta ailələrdə artıq rus dilində danışmağa başlayırdılar. Demək olar ki, adımız suveren respublika olsa da hər şeydə, xırda məsələlərdə belə Moskvadan asılı idi, amma bugün biz dövlətimizi qururuq. Özdə dövlət qurmaq elə bir çətin vaxtda təsadüf edir ki, bir tərəfdən erməni kimi qədim və mənfur bir düşmən belə şərəfli işin ötəsindən layiqincə öz ümidini bağlayır və mən çox güman edirəm ki,
doğrudan da bu yaxınlarda bax belə sizin qüvvənizlə, öz gücümüzlə biz bu qanlı müharibəni başa vuracağıq, dinc quruculuq işi ilə məşğul olacağıq və Azərbaycan dövlətini böyük bir dövlətə çevirəcək. Bütün dünya dövlətlər birliyində Azərbaycanın... Ben Şəmkir rayonundan gəlmişəm. 7 aydır ki, burada vuruşuruq. Özümdəki bir belə uşağın, 80 nəfərin poveriyəm. Burada 6 aydır ki, pover işləyirəm. Nə üçün ya vuruşmaq, ya burada bunların yeməyini pişirmək hamısı bizim üçün vuruşmaq deməkdir. Qoy bizim dədəmiz, anamız hamısı görsün ki, biz də sağ-salamat vuruşuruq. Vətənin qeyrətli oğulları kimi biz də özümüzü göstəririk. Narahat olmasınlar, sağ-salamat hamımız qayıdıb öz elimiz obamıza gedərik. Yaxşı, Qubadlı cəmaatına demək sizin sözünüz. Demək olar ki, bax bu kəndləri, obaları siz qoruyursunuz. Onlar arxayın qala bilərlərmi? Onlar 100% arxayın qala bilərlər ki, biz hamımız bir qeyrətli oğullar kimi onları qoruyuruq. Kafçır əlimizdə. Ben çarşıyla atışma olanda avtomatla da hamdan qabaq mən də çıxıram. O da komandirlər desin ki, hamdan birinci mən getməliyim. Həqiqin məndə elə Hamdan birinci mən getməliyim deyək. Sonra uşaqlar yeməkdən necə? Çətinliyiniz yoxdur ki? Yox, düzdür açıq. O gizlətmək. Bir-birimizə heç şey gizlətmirik. necədir? Bir dəqiqə, bir də təkrar elə. Bir dəqiqə. Televizor, xaladenlik. Keçən dəfə 50 kilo, 60 kilo biz Qarabolda atdıq yəni. Produkt tapa bilmirik. Çatmır da, verdiklərini atırıq yəni. Başım yazın 3 gün içinde Xaladinə göndərirəm. Bir dənə söz veririk ki, sizə Sakit. Noğlu kəndi, maestro bilirsən də. Yazın özü imini brot yer. İkinci rota. İkinci rota. Üzü yaya gedir, həqiqətən hə, sadəcə qeyfiyyət var. Posta papazın. Kim satır tutaraq? Tutar alın. Yox, bəlkə Kadra salmışam bəy. Öyle ben layık. Üzülürüm ya, böyle layık etmiyor. Bundan da yaxşı yadigar yox. Bir de tanışır da, indi işanlı deyil ki, həkim əlində sorğun da, böyük yadda qalan kimdir. Ancaq, burada bizim uşaqların da, çəkin vəziyyətində, İngilizce hissedilərini gəlib bəyə verir, demirəm, biz bəy də istiqisində lap sahəsi gəldik, yoldur gibi gəldik. Bəyin bizə köməyi çoxdur. Yox, mən həqiqəti mən bilirəm. Bəyin bizə köməyi ona görə çoxdur ki, hər bir cəhətdən istəyir, maddi cəhətdən, istəyir fiziki, istəyir mənəvi cəhətdən bizə köməyi çoxdur.